Salam yoldaşlar, hədəfin DQT testlərinə baxmağa davam edirik. Çevrə və Bərsət Tərkib bölməsinin A variantı suallarına baxmışdıq. İndi keçirik B variantının suallarına baxmağa. Başlayaq. 1. Radiusu 1 metr olan çevrə 4 saniyə periyodla hərəkət edən maddi nöqtənin 6 saniyə ərzində getdiyi yolu deyir, təyin edə. Deməli, radius var, periyod var və zaman var. Burada dövrü tapa bilərəm. Dövr bərabərdir, zaman bölünsün periyodla. Yəni zamanım 4'tü, daha doğrusu zamanım 6'dır, periyodum 4'tü. Yəni ikisi də saniyədən verildiyi üçün diqqətli olaq. Burada periyod 4 saniyə verib, zaman da 6 saniyədir. Bu bizə verəcək 1/5. Deməli, dövr sayı 1/5'dir. Yolu da tapanda hansı üsuldan istifadə edirdik? Çevrənin uzunluğunu 2π'yi vururam dövr sayını. 2π'yə. İndi bu bizə verəcək 2 vurulsun pi 3 n-in qiyməti 1, dövr sayı da 1/5. Hamısı bir-birinə vurduqda 6-nı vuranda 1/5 edəcək neçə? 9. Yəni cavabımız olacaq birinci sualda D variantı. Davam edən növbəti sualımızdan 5 ilə çevrə bərabər sürətlərə gedən cisim A nöqtəsindən B nöqtəsinə 1 saniyə ərzində gəldi. Cismin periyodunu deyir. Hesabla. Demək yoldaşlar, A nöqtəsindən B nöqtəsinə 30 dərəcə bucaq altında gəlib. Yəni dönmə bucağı 30 dərəcə bucaqdır. Onda dövr sayını tapanda həmin bu dönmə bucağı 30 dərəcəni bölək 360 dərəcəyə, yəni ümumi bucağa. İndi bu bizə verir 36'da 3. Deməli dönməsi 3, 36'da 3'dür. Bunu da hər tərəfə 3'ə bölsək olacaq 12'də 1. Deməli dövrü 12'də 1'dir. Yaxşı, periyodu tapanda nə edək? Periyodu tapanda zamanı bölürük dövr sayına. Zaman bizə verir 1 saniyə. Onu da dövr sayını 12'də 1'ə böləndə bizə nə verir? Elə 12 vermiş olur. Deməli cavabımız olacaq 5'də B variantı. Növbəti suallarımızla davam edək. 2. Məşləşmə təcilinin periyoddan asılı diaqramında hansı nöqtəyə uyğun sürət ən böyükdür? Deməli, elə bir düstur olmalıdır ki, həm təcil olsun, həm periyod olsun, həm radius olsun, həm də sürət olsun. A bərabərdir omega V. Omega yerinə nə yaza bilərəm? 2 pi bölünsün T vurulacaq nəyə? V-yə. Burada R-in sabit verilməsi ehtiyac yoxdur buna. Düsturumuz 2 pi bölünsün T vurulsun V-dir. Buradan indi V-ni tapanda V bərabər olacaq A vurulsun T bölünsün 2 pi. Gördüyüm qədərilə sürətin qiymətinin böyük olması üçün həm təcil böyük olmalıdır, həm də periyod böyük olmalıdır. İkisinin də böyük olması şərtdir. Sürətin qiyməti ən böyük olsun. Çünki ikisi də sürətdədir. Yəni kəsrin sürətindədirlər. Bunun da qiyməti böyük olmalıdır. Bunun da qiyməti böyük olmalıdır ki, xətt sürətinin qiyməti böyük olsun. Ona görə də hər ikisinin böyük olduğu nöqtəni götürməliyəm. A-nın böyük olduğu nöqtələr 1-lə 2-dir. Periyodun böyük olduğu nöqtələr 3-lə 2-dir. Və kəşfə nöqtəsi 2, deməli hər ikisinin ən böyük olduğu nöqtə 2-dir. Cavabımız olacaq 2-də A variantı. Davam edək. 6. Şəkildə verilmiş A və B nöqtələrin bucaq sürətləri nisbətini deyir. Tap, qarşı ötürmədə sürətləri bərabərdir. Omega və R. Düsturumuz necə olacaq? V bərabərdir omega vurulsun R. Buradan bucaq sürət tapanda omega bərabərdir V bölünsün R-ə. Yəni, xətti sürətin sabit qiymətində bucaq sürəti radiusdan gördüm ki, tərs asılıdır. Yəni, omega A bölünsün omega B bərabər olacaq tərsi. RB bölünsün R-ə. Tərs. RB-ni bizə verib burada şəkildə 4-dür. RA da R-dir. Nisbət neçə olacaq? 4. Deməli, bucaq sürətlərin nisbəti 4-ə bərabər oldu. 3. Çevrəcə sabit sürətlə hərəkət edən maddi nöqtənin 1/4 periyod müddətində sürətinin dəyişməsi nə qədər olar? Deməli, 1/4-də sürət dəyişməsi kökdə 2V-yə bərabərdir. Çünki tutaq ki, belə bir çevrəmizdir. Bu nöqtədən hərəkətə başladı və 1/4 periyod müddətində bura gəlir. Yəni 90 dərəcə dönür. Birincinin sürətin istiqaməti, misal saat əqrəb istiqamətə dönürsə bu, birincinin istiqaməti bu, ikincinin istiqaməti budur və birinci sağa gedir, ikinci aşağı düşür. Bucaq nəyə bərabər olur? 90 dərəcə. 90 dərəcə biz nədən istifadə edirik? Pitagor teoremində. Yəni,
Pifaqordan istifadə edir. Yəni V1 kvadratı plus V2-nin kvadratı. Bu bizə verəcək V kvadratı plus V kvadratı olacaq kökdə 2V. Yəni cavabımız olacaq 43-də C variantı. 4-də 1-də, 4-də 3-də sürətin dəyişməsi nəyə bərabərdir? Kökdə 2V-yə. Pifaqordan tapırıq. Davam eləyək. 4. Saat əqrəbinin 48 saat müddətində yerləşməsi nə qədərdir? Hı -hı. Baxın yoldaşlar, saat əqrəbinin periodu 12 saatdır. O zaman da bizə neçə verib? 48 saat. Yəni saat əqrəbinin bir tam dövrünə 12 saat sərf olunur. Məsəl üçün günorta saat 3-dür. Bir dənə vaxtdan sonra 3 olacaq, gecə saat 3. Yəni 12 saatdan bir saat əqrəbi təkrarlanır. İndi dövrü tapanda nə edirdik? Zamanı bölürdük perioda. Yəni 48-i böləcəm 12-yə, bu da bizə verəcək 4. Dövr sayı 4-dür. Yəni tam dövr eləyir. 4 dənə tam dövr eləyir. Onda tam dövr eləyirsə, yerləşməsi nəyə bərabər olacaq? 0-a. Çünki olduğu nöqtəyə qayıdır. Başlanğıcla son nöqtələr üst-üstə düşür. Olduğu nöqtəyə qayıtdığı üçün, yəni başlanğıc nöqtəyə qayıtdığı üçün yerini dəyişmədi. Yerləşməsi nəyə bərabər oldu? 0-a bərabər oldu. Deməli cavabımız olacaq 4-də Y variantı. Sağdakı suala baxsaq 7. Çevrə bərabər sürətdə hərəkət edən cismin periodu 12 saniyədirsə, onun B nöqtəsindən C nöqtəsinə qədər sərf etdiyi zamanı deyir hesabla. Burada şəkildə bölgülər düzgün verilməyib. 6 dənə bərabər bölgü kimi baxsaq, 1, 2, 3, 4, 5, 6 şəkil biraz şəkil səhvdir. Bölgüsü düzgün verilmir. Bərabər parçalara ayrılmalı idilər. İndi burada periodun qiyməti 12 saniyədirsə, B-dən C-yə 6 parçanın birini gedib. Yəni dövrü nədir? 6-da 1-dir. Onda zamanı tapanda periodu vururam dövr sayına. Yəni 12-ni vururam 6-da 1-ə olacaq 2 saniyə. Yəni hər birinə 2 saniyə düşür. A-dan B 2 saniyə, B-dən C 2 saniyə, C-dən D 2 saniyə, D-dən Y 2 saniyə, Y-dən F 2 saniyə, F-dən də 2 saniyə. İndi deyə bilərsiniz ki, mən hardan bildim ki, bunların hər biri bərabər bölgülüdür, yəni parçalar bərabər bölgülüdür. Çünki cavabı 2 saniyə verir. Yəqin ki, burada bərabər hissəyə ayırmaq istəyib. Sadəcə şəkildə biraz qeyri-dəqiqlik var. 7-də cavabımız oldu A variantı. Keçək növbəti səhifəmizə. 8. OA və AB bərabər olduqda fırlanan diskin üzərindəki A və B nöqtələrinin tezliklərini deyir müqayisə edin. Fırlanan diskdə bucaq sürətidir, dövr sayıdır, perioddur, tezlikdir. Bunların qiymətləri dəyişmir, sabit qalır. Yəni NA bərabər olacaq NB-yə. 8-ci cavabımız olacaq A variantı. Sürət, təcil və yol isə radiusdan düz mütənasib asılı olur. Digər qiymətlər bucaq sürəti, dövr sayıdır, perioddur, tezlikdir. Bunların qiymətləri bərabər olur fırlanan diskdə. Sürətdir, təcildir, yoldur. Bunlar isə radiusdan düz mütənasib asılı olur. 12 saatın saat əqrəbinin 12 saat müddətində getdiyi yolu nəyə bərabərdir? Deməli, saat əqrəbi dediyi üçün periodu bayaq yazmışdıq 12 saatdır. Zamanı da bizə verib 12 saat. Deməli, bu bir tam dövr edir də. Yəni, zamanı böləndə perioda 12 bölü 12, bu bir dövr edir. Onu yolu tapanda nə edirik? 2 piyeri vururduq dövr sayına. Bir dövr elədiyi üçün elə yol 2 piyerə bərabərdir. Yəni, cavabımız olacaq 12-də D variantı. Davam eləyək. 9. Şəkildə göstərilən nöqtələrə uyğun gələn periodları müqayisə elə. Xətti sürətin period konstituru V bərabər 2 pi r bölünsün T. Buradan periodu T-ni tapanda 2 pi r bölünsün V. İndi buradan görürəm ki, R bölü V nisbəti bizə nəyə verir? Yəni, düz mütənasib asılılıq qrafiklərində yuxarıdakı qiymətə aşağıdakı qiymətə böləndə bizə tangesi verir. Tərsi aşağıdakı qiymətə yuxarıdakı qiymətə böləndə isə bizə kotangesi verir. Yəni, R bölü V nisbəti bu nisbət kotangens alfaya bərabərdir. Onda period nəyə bərabər olur? 2 pi kotangens alfa.
Və kotanges alfa azalan funksiya olduğundan tangens artan, kotangens də azalan. Ona görə də bucağın qiyməti artdıqca kotangens azalır, period onda azalacaq. Burada da 1 ilə 2-nin bucaqları bir-birinə bərabərdir. Yəni eyni xətt üzərindədirlər. 3 və 4-ün bucağı isə onlardan böyükdür. Ona görə də bu şərtin tərsini yazacağıq. Yəni T1 T2-yə bərabərdir və böyükdür T3 T4. Yəni bucağı balaca olanın periodu böyük olacaq və bucağın qiyməti böyüdükcə periodun qiyməti azalır. Yəni cavabımız olacaq T1 T2-yə bərabərdir, T3 T4-dən böyükdür. Yəni B variantı. Eyni xətt üzərində olanların bucaqları bərabər olduğu üçün qiymətləri bərabərdir. Yəni eyni qrafik üzərində olanların. Sadəcə burada bucağa görə baxdıq. Bucaq qiyməti böyüdükcə period azaldığı üçün 3 və 4-ün də bucağı daha böyük olduğu üçün bu qiymətlərdə periodun qiyməti daha kiçik olur. Deməli cavabımız oldu 9-da B variantı. 13. Uzunluğu 5 sm olan dəqiqə əqrəbinin 75 dəqiqə müddətində yerləşməsi nə qədər olar? Əvvəlcə burada dövrü tapmalıyam. Yəni dəqiqə əqrəbinin periodu 60 dəqiqədir, yəni 1 saatdan bir təkrarlanır. Zamanı da bizə verib 75 dəqiqə. Bunu dövrü tapanda zamanı bölürəm perioda, yəni 75-i bölürəm 60-a. Hər tərəfi də 15-ə bölsəm olacaq 4-də 5. Deməli, dövrü 4-də 5-dir və 4-də 1-də, 4-də 3-də, 4-də 5-də, yəni məxrəc 4 olduqda yerləşmə nəyə bərabər olur? Kökdə 2 yerə. Buradan da yerin qiymətini bizə verib. Dəqiqə qəmin uzunluğu radiusa bərabərdir, yəni 5 sm-ə elə R-dir. Onda olacaq 5 kökdə 2. Kökdə 2 nə bizə verib 1,4 olacaq 5 vurulsun 1,4, yəni 7 sm. Yəni cavabımız olacaq 13-də Y variantı. Davam edək. 10. Çevrə üzrə 8 metr bölü saniyə bərabər sürətlə hərəkət edən cismin yarım dövr müddətində yola görə hesablanmış orta sürət nə qədər olar? Yəni, birinci burada yolu tapmalıyıq. Periodun yarısını deyirsə, yəni dövrü 2-də 1-dir, yarım dövr eləyir. O da yolu tapanda 2 piri vururam dövr sayına, yəni 2 piri vururam 2-də 1-ə. 2 pirin yarısını gedibsə olur pier. Deməli, yolu pierdir və pinin qiymətini verməyib. Belə yazaq da onda. Və orta bərabərdir elə düsturda yol bölünsün zaman, yol bölünsün zaman. O yola görə orta sürət deyirsə, yolu bölük zamana. Yolu pierdir. Zamanın yerinə qoyacağıq. Period bölünsün 2, t bölünsün 2. Aha. Burada 2 yuxarı qalxır olur. 2 pier bölünsün t. Aha. Burada verməyə ehtiyac yoxdur heç p-ni. Çünki 2 pier bölünsün t nəyə bərabərdir? Sürətin üstürü də v-yə bərabərdir. Deməli, yola görə orta sürət elə xətti sürətimizə bərabər oldu. O da olacaq 8 metr bölünsün saniyə. Yəni cavabımız olacaq onda C variantı. Yola görə orta sürət tapanda yolu bölüdük zamana və yolu böləndə zamanın yerinə yazdım periodun yarısı, yəni t bölünsün 2 və düstur alanda 2 pi bölünsün t, 2 pi bölü t ilə xətti sürətin düsturudur. Yəni yola görə orta sürət elə xətti sürətlə 8 metr bölü saniyə bərabər oldu. 14. Çevrə bərabər sürətdə hərəkətdə cisim A nöqtəsindən D nöqtəsinə 3 saniyə gəlmişdir. Cismin periodunu deyir, təyin elə. 3 saniyə gəlibsə bu, D-dən C-yə də 3 saniyə gəlib, B-dən C-yə də 3 saniyə gəlib, bərabər sürətdə hərəkətdir. Hər bir hissədə eyni zamana gedir. A-dan B-də 3 saniyə gəlir. Onda bir tam dövrünə 4 dənə 3, 12 saniyə sərf edir. Yəni cavabımız olacaq 14-də A variantı. Ya da elə belə deyə bilərsiniz ki, zaman üçlü üstündən getmək istəsəz, dövrü də 4 dənə hissənin birini getdiyi üçün dövrü 4-də 1-dir. Onda periodu tapırıq, zaman bölünsün dövr sayı ilə, 3-ü bölürəm 4-də 1-ə. Bu da bizə verəcək 3 vurulsun 4, yəni 12 saniyə. Amma elə şəkildən də elə rahat bir şəkildə görə bilərsiniz. A-dan D-yə 3 saniyədirsə, D-dən də C-yə 3 saniyədir, C-dən də B-yə 3 saniyədir, B-dən də 3 saniyədir. Bir tam dövrünə 3 dənə 4, 12 saniyə sərf edir. Daha doğrusu 4 dənə 3, 12 saniyə sərf edir. 14-də cavabımız olacaq A variantı. Davam edək. Son iki sualımız.
11. Sabit radiuslu çevrə üzrə hərəkət edən maddi nöqtənin fırlanma tezliyini 4 dəfə artırdıqda mərkəzləşmə təcili necə dəyişər? Radius sabitdir. Fırlanma tezliyini 4 dəfə artırdıq. Tezliyi 4 dəfə artdı. Mərkəzləşmə təcili necə dəyişər? A bərabərdir 4 pi kvadratı n kvadratı r. Düsturumuz budur. Görürəm ki, təcil radiusdan kvadratik asılıdır. Yəni tezlik, daha doğrusu təcil tezlikdən kvadratik asılıdır. Kvadratik düz asılıdır. Yəni tezliyin qiymətini 4 dəfə artırdıqda təcil 16 dəfə artar. 11-də cavabımız olacaq C variantı. Sabit radiusludur. Düsturda radius var. Pi onsuz düsturda olur və görürəm ki, təcil tezlikdən kvadratik düz asılı oldu. Tezliyin qiyməti 4 dəfə artanda təcilin də qiyməti 16 dəfə artmış olacaq. Yəni 4-ün kvadratə qədər artmış olacaq. Sonuncu sualımız 15-də isə çevrə üzrə hərəkət zamanı radius vektorunun dönmə açısı 6 radian olduqda bucaq sürəti omega olur. Əgər radius vektorunun dönmə açısı 18 radian varsa bucaq nə qədər olar deyir. Çaşdırıcı sualdır. Bir çox şagird 3 omeganı götürür. Dönmə bucağı 3 dəfə artdığı üçün xeyir. Çevrə üzrə bərabər sürətdə hərəkətdə bucaq sürəti, period və tezlik çevrə üzrə bərabər sürətdə hərəkətdə sabit qalan kəmiyyətlərdir. Yəni omega elə olduğu kimi qalacaq. 15-də cavabımız olacaq C variantı. Çünki omeganın düsturu pi bölünsün t-dir. Əgər dönmə bucağı artırsa, təbii ki, zaman da artmalıdır və nisbət dəyişməyəcək. Ona görə də bucaq sürəti qiyməti olduğu kimi qalır. 15-də cavabımız olacaq C variantı. İzah. Bu qədər yoldaşlar, növbəti izahlarda görüşəndə özünüzdən müqayət olun.